Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahumma salli ala Muhammed ve ali Muhammed. İnşallah mərhum Şeyx Hürrül Amilinin müəllifi olduğu Hədis-i Qudsinin Külliyyatı kitabından 672-ci hədis haqqında söhbət eləyərik, istifadə eləyərik. Allah bizi muvaffaq və müəyyəd eləsin inşallah. Buyurur ki, Ruviyel Hafizil Bursi Qala Verada fil hadisil Qudsi. Hafizil Bursi adında ravi Hədis-i Qudsidə varid olan bir hədis haqqında nəql eləyir. Ənir Rabbil Aliyyi ənəhu yəqul. Əzəmətli Allah Təbarəkə və Teala tərəfindən nəql olunur ki, Allah Təbarəkə və Teala belə buyurur. Əbdi, əti'ni əc'alukə misli. Ey mənim bəndəm, mənə itaət et, səni də özüm kimi qərar verim. Ənə hayyul la əmut, əc'alukə hayyən la təmut. Mən heç vaxt ölməyən diriyəm. Mənə itaət etsən, səni də heç vaxt ölməyən diri əbədi qərar verərəm. Ənə qəniyyun la əftəqiru. Əc'aluka qəniyyən la təftəqir. Mən heç nəyə ehtiyacı olmayan qəni və zənginəm. Mənə elə itaət et ki, səni də heç vaxtı ehtiyacı olmayan qəni və zəngin edim. Ənə məhma əşəu yəkunu, əc'aluka məhma təşəu yəkunu. Mən hər şeyi istəyirəmsə, o da dərhal vücuda gəlir. Sən də mənə elə itaət et ki, sən də hər şeyi istəsən, dərhal vücuda gələr. Deməli, bu hədisin məhdəvasından, məzmunundan görürük ki, Allah Təbarəkə və Teala lütfükar Allahdır, Pərverdigar aləm öz bəndəsini yalnız itaətə təşviq eləyir. Nə üçün itaətə təşviq eləyir? Çünki bəndə yalnız Allaha itaət etməklə həqiqi əbədiyyət yolunun yolçusu ola bilər. Bəndə fəqət Allaha itaət etməklə heç vaxtı zənginlikdən uzaq düşməz və heç vaxtı ehtiyaclıların cərgəsinə daxil olmaz. Bunu bilən Allah, buna elmi olan Allah öz bəndəsini ibadətin içərisində itaətin nə qədər vacib, nə qədər zəruri olmasını bu hədisin məzmununda açıq-aşkar bildirir ki, əgər sən deyir mənə, mən deyən kimi itaət eləsən, mən də səni özüm kimi zəngin və ehtiyatsız qərar verərəm. Necə ki, Allah buyurur ki, mən əbədiyəm, heç vaxtı ölmərəm, səni də əbədi saxlayaram, heç vaxtı ölməzsən. İnsanı saxlayan, əbədi saxlayan, daim saxlayan və unudulmaz edən onun müvəffəq olmuş əməlləridir. Allah bir adamı əməllərində müvəffəq eləməsə, insanın çəkdiyi zəhmətlər heç də bütün zamanlarda müvəffəqiyyətlərə aparmır. Allah o adamı müvəffəq eləyir ki, o adam Allaha itaətdə, Allaha bəndəçilikdə, Allah Təbarəkə və Teala'ya razı niyazda sədaqətli olur. Allah Təbarəkə və Teala bizi sədaqətli bəndələrinin cərgəsindən ayırmasın inşallah.